Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Resulillahil amin. Ve ala alihi tahirin el masumin. Ve la'nu daim ala a'daihim ecma'in ila yevmiddin. Mübarək Ramazan ayıdır. Allah inşallah ibadət taatlərimizi qəbul eləsin. Həzrəti Peyğəmbər Əhl-i Beytinin vilayətin qəbul eləyib, düşmənlərindən bizar olanlardan inşallah bizləri qərar versin. İnşallah üçün məclisimiz olacaq deyə vəsiyyətnamənin bir hissəsini qısa şəkildə tərcümə və izah eləmək istəyirəm ki, Əli əleyhissalamın vəsiyyətnaməsini oxuyurduq bildiyiniz kimi və bu vəsiyyətnamədə Əmir əl-Möminin övladlarına və sözü çatacaq hər kəsə tövsiyə eləyir, vəsiyyət eləyir. Keçən günlərdə müxtəlif hissələrinə toxunduq və gəldik bu hissəyə çatdıq ki, Həzrət Əmir əl-Möminin buyurur ki, və nəzmi əmrikum, sizə işlərinizdə nizamlı olmağı tövsiyə edirəm. Görün, Həzrəti Əlinin bu vəsiyyətnaməsində məsələ nə qədər önəmli və əhəmiyyət veriləndir ki, Əli əleyhissalam buyurur, sizə mən tövsiyə edirəm, işlərinizdə nizamınız olsun. Biz nizam-intizamı dindarlığın şərti bilmirik. Nizam-intizamı əlavə bir dəyər kimi qiymətləndiririk. Yəni, bir insan həm namaz qılandır, həm də nizam-intizamlıdır, yaxşı adamdır. Ola bilər bir adamı biz namaz qılan bilərik, amma nizam-intizamlı olmasa, deyərik, yaxşı dindardır, amma biraz intizamsız adamdır. Əslində isə insanın nizam-intizamsız olması onun dindarlığının nöqsanının göstəricisidir. Əgər bir dindar nizam-intizamdırsa, deməli onun dindarlığında problem var. Deməli onun dini dəyərlərə yanaşmağında problem var. Anlamadan, bəsirətsiz əməl eləyir. Nizamsızlıq onun göstəricisidir. Quran-ı Kərim və Əhl-i Beyt kəlamlarında nizam-intizam qədər bəlkə də dəvət olunan ikinci bir şey yoxdur. İlahi təqvadan sonra. Məsələn, nə qədər namaz vaxtlarında namazı vaxtında qılmağa tövsiyə olunur ki, insan gərək əvvəl vaxtda namazını qılsın. Bəs niyə əvvəl vaxtda mən namaz qılım? Ta insan nizam-intizamlı proqrama öyrəşsin. Sübh namazı, günorta namazı, şam namazı hərəsinin bəlli zamanı və bəlli vaxtı var. Mübarək Ramazan ayının orucun bəlli saatdan bəlli saata qədər bu müddət ərzində insan oruc olmalıdır. Və yaxud da insan malının zəkatını verməlidir, malının xumsunu verməlidir. Necə verə bilər? Əgər bir insanın malının hesab kitabı yoxdursa, mədaxil və məxaricin bilmirsə, bu adam hansı xumsu hesablaya biləcək? Hansı zəkatı hesablaya biləcək? Yaxud mübarək Ramazan ayında ki, bəlli günlər olur, aya bax günən, ay bizdə ixtilaf amili kimi görünür. Bəzən bəzi dindarların və bəzi dinsizlərin o, belə deyək, mübarək Ramazan ayının əvvəlində və axırında ürəkləri çox şad olur ki, Allah fürsət versin, biz bu ixtilafdan istifadə eləyə bilək. Dindarlar, dini darlar bir-birini tənqid və təni eləmək üçün ki, filan ay göründü, görünmədi, nə bilim nə oldu. O birisilər də desin ki, bu müsəlmanın bir dənə də dişi düzdür. Bunun üçün ay ixtilaf amilidir bəzi möminlər arasında, dinidarlar arasında. Amma halbuki ayın görünməsi və görünməməsi ixtilaf amili deyil. O, alimlərin baxış buzağıdır. Elə yeri düşmüşkən deyim. Burada ixtilaf eləyənlər varsa, onların dini düşüncəsinin dar olmasından xəbər verir. Adamlar dini düşüncələri yanlışdır. Üç nəzəriyyə var. Alimlərin hərəsi bir nəzəriyyəni təsdiq edir, bir nəzəriyyəni tərəfdarıdır. Bir qism alimlər deyirlər ki, dünyanın harasında ay görünsə kifayətdir. Bu bir qrup alimlərin nəzəridir. Bir qrup alimlərin nəzərində bu cürdür ki, ay gərək öz üfüqündə teleskopla da görünsə eybi yoxdur, olar. Bir qrup alimlər də deyir ki, öz üfüqündə adi gözlə görməlisən. Yəni, burada ixtilaf eləyəcək bir şey yoxdur. İxtilaf eləyənlər dinsizlərdir.
dindən sui-istifadə eləyənlərdir. Yoxsa bir insan əgər bu 3 dənə nəzərin hər hansısa birini seçir və bunu dəstəkləyən alimə etimad eləyir, ona əsasən orucunu tutursa, bizə düşən sadəcə deməkdir ki, Allah qəbul eləsin. Amma təəssüf, biz bunu ixtilaf amilinə çeviririk ki, nə yaxşı bugün bir-birimizi ittiham eləyəcək. O, ittiham elədiyi tərəfi özündən hesab eləmir. Onun sözünü deməyən adamı qəlbinin dərinliklərində heç müsəlman hesab eləmir. Zahirən nəsihət eləyir, ağıllı göstərir özünü, amma işi tamamilə ayrıdır. Bəli, bir qrup ola bilər ki, bir qardaş onun üçün önəmli olan bir nəzəri başqası üçün də önəmli görər və tövsiyə eləyər ki, məsələn, filan kəs də bu nəzərin tərəfdarıdır, elə buna qulaq asaq. Bu ayrı şeydir. Amma o ayın görünüb görünməməsin əlində bayraq eləyib möminlər arasında ixtilaf salmaq dinsiz ruhiyyənin göstəricisidir. Halbuki ayın o formada gözlənilməsi əslində bir növ nizam-intizama dəvətdir ki, bəlli vaxtda o qədər önəmlidir ayın görünməsi, adamlar diqqətli şəkildə izləyir ki, ay nə zaman görünəcək və ay nə zaman görünməyəcək. Bu, önəmli məsələdir. Bəs bütün bunların hamısı insanın nizam-intizamının göstəricisidir. Alimlərimiz olub, Allah rəhmət eləsin, dünyasını dəyişənləri və hal-hazırda qalan böyük müctəhid və təfsir alimi var. Onun da barəsində bu söz deyilir ki, o dərsə gələndə cəmaat öz saatına şəkk eləyər, amma onun gecikib və yaxud da tez gəlməsinə şəkk eləməzlər. Cəmaat, məsələn, saatın onun gəlişi ilə nizamlayır. Deyək ki, saat 9-da dərsi başlayır, ola bilər mənim saatım 9-da qalmışı göstərər və yaxud da ona işləmiş 15 dəqiqəni göstərər. Amma onun gəlişi ilə artıq göstərir ki, saat düppədüz təbirimizlə desək 9-dur. O qədər nizam-intizamlıdır. Nizam-intizam dinin göstərişidir, dinin göstəricisidir. Bu baxımdan Əli əleyhissalam buyurur ki, sizə tövsiyə edirəm, nizam-intizamınız olsun. Və ardıcan buyurur ki, və səlah-ı zat-ı beynikum və insan öz aranızda islah eləyin, barışıq yaradın. Fə inni səmi'tu cəddəkuma, mən sizin cəddüz Peyğəmbərdən eşitmişəm. Yəqul ki, Peyğəmbər buyururdu, səlah-ı zat-ı beyn əfzəlü min ammətis salati və siyam. İki nəfərin arasını islah eləmək, iki nəfəri barışdırmaq bir ilin namazından və orucundan əfzəldir. İnsan bir il səhərdən axşama qədər oruç tutar, gecəni də səhərə qədər namaz qıla, onun ibadətindən əfzəldir iki nəfərin arasını islah eləmək, barışdırmaq. Elə söz münasib vaxtına düşüb Novruz bayramının ən mühüm və unudulan əməllərindən biri küslülərin barışması idi. Bir zamanlar insanlar Novruzu böyük şövqlə gözləyərdilər ki, Novruz bayramı gəlsin və küslülər barışsın. Amma bugün təəssüf ki, o gözəl və mühüm ənənə yaddan çıxıbdır. Artıq insanların egosu, insanların təkəbbürü, mənəm-mənəmi bir həddə gəlib ki, adamlar bir-birlərinin eyiblərini bağışlamaq istəmirlər. Adamlarda bağışlanmaq ruhiyyəsi yoxdur, bağışlamaq ruhiyyəsi yoxdur. Və təbii ki, hərə bir dənə dəlil gətirir. Özü üçün şəri dəlil də gətirə bilər, ictimai dəlil də, amma hərə özündə bilir ki, mən bunu eləyə bilərdim. Bu o qədər də üzərinə düşüləsi məsələ deyildi. Quran-ı Kərimdə bunun nümunəsi var ki, Yusuf Peyğəmbər ələn-nəbiyyə əleyhissalamın qardaşları gəlirlər, səhvlərini etiraf edirlər və Yusuf Peyğəmbərə deyirlər ki, bizi bağışla. Hz. Yusuf əleyhissalam buyurur, 92-ci ayədədir Yusuf surəsinin, qalə, la tətribə aleykum əl-yavm. Bugün sizin üçün heç bir qınaq yoxdur. Yəğfirullah ləkum və huvə ərhamur rahimin. Allah sizi bağışlasın ki, o ərhamər rahimindir. Əgər Yusuf Peyğəmbərə biz etimadımız var, ehtiramımız var, Yusufun filminə 50 dəfə baxırıq, Yusufun filminə baxmaqla iş yola getmir ki. Yusufun adın uşağa qoymaqla, nəvə nəticəyə qoymaqla iş yola getmir. Gərək Yusufun əxlaqı, Yusufun xüsusiyyətləri bizim əməllərimizdə özünü göstərsin. Yusufun önəmli, mühüm əxlaqi keyfiyyətlərindən biri onun bağışlaması idi. Onun əfv eləmək ruhunun olmasıdır. Bağışlamamağı hər kəs eləyə bilər.
Amma bağışlamaq böyük ruhun göstəricisidir. Və bu barədə bir neçə dənə hədis oxuyum inşallah. Həzrəti Peyğəmbər buyurur ki, "Mən ləm yəqbəlil mə'zirə min muhiqqin əv mubtil, ləm yərid aleyyə havz." Həzrəti Rəsulullah buyurur ki, bir adam istər haqq ola, istər batil ola, əgər gətirilən üzrü qəbul eləməsə, mənim yanımda hovuza gəlməyəcək. Başqa bir kəlamda var, mənim şəfaətim onun halına şamil olmayacaq. Məsələ bu qədər önəmlidir, məsələ bu qədər mühümdür. Bir adam üzr gətirdi, gərək üzrü qəbul eləyəsən. Bugün cəmiyyətimizdə üzrü qəbul eləmək potensialı itibdir. Adamlar bir-birinin üzrünü qəbul eləmir. Adamlar bir-birinin ehtiramını saxlamırlar. Hələ bir don geyindirir. Vallah və billah oruc ağızdan desirəm. Bir insanın bədbəxtçiliyinin başlanğıcı buradadır. Əli əleyhissalam buyurur, "Ə'zəmul vizr", ən böyük, ən ağır günah odur ki, insan üzrü qəbul eləməsin. İnsanın üzrünü qəbul eləməyə. Peyğəmbər buyurur, bir nəfər sağ tərəfdən sizə bir söz deyə, keçə sol tərəfdən bağışlanma istəyə, üzr gətirə ki, mən bilmədim, onu bağışlayın, əfv eləyin. İmam Zeynul Abidin əleyhissalamın həyat sirəsində var. İmam Zeynul Abidin əleyhissalam deyir, bu mübarək Ramazan ayında qulamları, xidmətçiləri tərbiyə eləyirdi, Quran və Əhl-i-Beyt maarifi ilə tanış eləyəndən sonra Fitr bayramında düzürdü sıraya, deyirdi, Pərverdigaram, mən bunları bağışladım, sən də bağışla bunları. Və bunları bağışlayıb azad eləyəndən sonra deyirdi, Allah, sən də məni cəhənnəm odundan azad elə. Məsum imam cəhənnəmə getməyəcək. O bizim üçün deyir. İnsanın bağışlamaq ruhiyyəsi olmalıdır. Və bundan da mühüm, bu tərəflərin üzərinə düşən ki, üzrü qəbul eləyə və bağışlama sifəti olmalıdır. Eləcə də bu işi görməyə cəsarətli adamlar olmalıdır ki, bağışlanmağa vasitəçilik eləsinlər, barışığa vasitəçilik eləsinlər. Bugün bu da yoxdur. Adamların düşüncəsi budur ki, birdən sözüm yerə düşər, qoy düşsün. Vallah gedib qiyamətdə biz görəcəyik ki, bizim ən böyük sərmayəmiz yerə düşən sözlərimiz olacaq. Haqqına gedəsən birinə, xahiş eləyəsən ki, barışıq eləyək, ki, barış ilə dünyanın işidir, gedişat belədir. Bu, qəbul eləməsə belə tərəf, mənim o getməyim ən böyük fəzilətlərdən və əməllərdən biridir. Ona görə İmam Əli buyurur ki, Cəddüz Peyğəmbərdən eşitmişəm ki, 2 nəfərin arasını islah eləmək 1 ilin namazından və orucundan əfsəldir. Siz Allah, nə qədər ətrafımızda, dostda, tanışda, qohumda küsülülər var. Əksəriyyəti də batil küsülülərdir. Onların barışığı nə qədər əhəmiyyətli hesab olunur. Amma biz nə qədər cəhd eləyirik. Biz əməl deyəndə ancaq namaz başa düşürük, oruz başa düşürük, həcc başa düşürük, Kərbəlaya getmək başa düşürük. Bəli, bunlar da zəruridir. Amma əməllərin sırasında ən mühüm əməllərdən biri cəmiyyətdə küsülülərin barışdırılmasıdır. Küsülülərin olmamasıdır. Bir cəmiyyətdə əgər küsülülər varsa, deməli o cəmiyyətdə narahatlıqlar var. Sabahları ictimai formada hansısa bir problemlər yaşanacaq. Tərəflər bir-birinin yaxşısın dəyərləndirməyib, pislərin qabardacaqlar. Bu, görünən tərəflərdir. Ona görə Əli əleyhissalam bu məsələyə xüsusi önəm verir. Buyurur ki, nizamınız olsun və ardıcan deyir, insanların arasında islah eləyin, barışıq yaradın, barışsınlar. Quran-ı Kərimdə bir ayə buyurur ki, yerin qeyd eləmək fikrimdən çıxıb, inşallah qismət olsa, sabah olun, mən qeyd eləyərəm, deyərəm. Buyurur, bağışlayın. Dalican Allah sual verir. İstəmirsinizmi ki, Allah sizi bağışlasın? Əgər bağışlanma istəyiriksə, bu zaman Allahın bağışlayan sifətinə pənah aparaq. O sifətə uyğun biz də bizim haqqımızda olan müxtəlif narahatçılıqları bağışlayaq. Bu, Əmir əl-Müminin Əli əleyhissalamın önəmli vəsiyyətlərindən biridir ki, sizlə bölüşdüm. Allah Muhammed al-Muhammed ehtiramını hər birimizi dediklərimizə, eşitdiklərimizə əməl eləyənlərdən qərar versin. Mübarək gecələrdir, bizi, valideynlərimizi, əziz şəhidlərimizi bu gecələrin bağışlananlarından, ali məqamına çatanlarından qərar versin. Allah İzzət-i Cəlalı ehtiramına sizdə, bizdə hər birimizi, varislərimizi salihlərdən qərar versin inşallah. Allah bu gecələrin şəhidi Əmir əl-Müminin dünyada mərifətin
ziyarətin və axirətdə şəfaətin sizə, bizə, bütün arzusunda olanlara nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullah.